Türkiyəli yazar, investor olan Şeyma Subaşını tanıyırsınız? Bəli, Acunun keçmiş həyat yoldaşı olan Şeyma Subaşı. Onun məşhur və müdrik bir sözü var. Sən pizza deyilsən, hər kəsi xoşbəxt edəsən. Zarafat bir qırağa, bu videoda sahibkarlıqda hər kəsi məmnun edə bilməyəcəyimizdən danışacağıq. Mən sahibkarlığa yeni başlayanda elə düşünürdüm ki, hər kəs məni sevəcək. Çünki mən həm müştərilərə xidmət göstərməkdən zövq alıram, həm də bu işi onsuz da əməkdaşlarımın rifahı üçün edirəm. Mənim əsas motivasiyalarımdan biri onların rifahını artırmaqdır. Belə olan halda necə ola bilər ki, kimsə məndən məmnun olmaz? Amma zaman keçdikcə gördüm ki, real həyat belə deyil. İnsanlar fərqlidir, onların gözləntiləri fərqlidir. Bəzən sən yaxşı niyyətlə nəsə deyirsən, onlar onu başqa cür qəbul edir. Bəzən sosial bacarıqların ağlında tutduğunu ifadə etməyə kifayət etmir. Nəticədə yanlış anlaşılmalar olur, gərginliklər olur, narazılıqlar olur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hamı bilməlidir ki, bu yolda hamını xoşbəxt edə bilməyəcək. Bunlara həm müştərilər aiddir, həm də komanda yoldaşlarımız aiddir. Nəticə olaraq elə Şeyma Subaşının dediyi kimi, biz pizza deyilik ki, hər kəsi xoşbəxt edək. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək. Sağ olun, sağlıqla qalın.